Dünyada əkiz insanlar olduğu kimi əkiz abidələr də var. Azərbaycanın quzeyində Naxçıvanda Möminə xatun türbəsi, cənubunda Marağada isə Borca Kəbud, yəni Göybürc abidələri cüt qardaşdılar. Möminə xatun türbəsinin memarı Əcəmi Əbubəkir oğlu Naxçıvanidir ki, 12-ci əsrin ortaları və sonlarında Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi hesab olunur. Hələ öz dövründə Əcəmi Şeyxül Mühəndisi, yəni mühəndislərin başçısı ləqəbini daşıyıb. Əcəminin yaradıcılığı 12-ci əsrdə əsasən Azərbaycan atabəyləri Eldənizlərin paytaxtı Naxçıvanla bağlı olub. Möminə xatun məqbərəsi, bugünə qədər mühafizə olunmayan Cümə məscidi, Yusif İbn Küseyr türbəsi və Eldənizlər sarayı abidələri arasından Əcəminin ən məşhur işi 1186-cı ildə tikilmiş Möminə xatun türbəsi sayılır. Bu monumental abidə Azərbaycan atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadının şərəfinə tikilib. Möminə xatun türbəsi yeraltı və yerüstü hissələrdən ibarətdir. 10 bucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan 10 bucaqlının hər küncünə doğru bir tağ salınıb. Naxçıvanın Möminə xatun türbəsindən düz 10 il sonra 1196-cı ildə memar Əhməd Məhəmmədoğlu tərəfindən Marağada göy günbəz tikildi. 10 bucaqlı, qülləvarı türbə olan Göybürcün gövdəsi kərpicdən, kürsülüyü daşdan inşa edilib. Səthlərini və dairəvi çıxıntılarını bəzəyən keramik ornamentlərdə firuzəyi kaşıdan istifadə edildiyi üçün abidə göy günbəz adlanır. Türbənin dağılmış çadırvarı günbəzinin də vaxtilə firuzəyi kaşı ilə üzlənmiş olduğu ehtimal edilir. Əski ərəb hərflərini oxuyan fransız şərqşünas alimi Andra Qudarın yazdığına görə abidənin tarixi Hülakilardan əvvələ, Səlcuqlar zamanına aiddir. Alimin fikrinə görə Marağanın göy günbəzinin düzəldilməsində Naxçıvanın Möminə xatun türbəsindən bir ülgü kimi istifadə olunub. Hakimiyyətindən 60 il əvvəl tikilməsinə baxmayaraq, mənbələrdə göstərilir ki, Marağanın göy məscidində Elxani hökmdarı Hülaki xanın anası dəfn olunub. Burada maraqlı bir təzad var. Tarixi rəvayətlərə görə Hülaki xan özü bütpərəst, anası xristian olub. Amma bu türbə çoxlu İslami nişanələr və Quran ayələri ilə nəqşlənib. Bürcün içəri divarında kərpiclər arasında Allah gəlməsi, mehrabı kitabada isə Quran ayələri yazılıb. Abidənin bayır divarlarında və tağın başında Quran ayələrindən ibarət kitabə var ki, bürcü dövrələmə əhatə edib. Göy günbəzin 10 bucağının hər güşəsində qərar tutmuş dairəvi sütunlar tağların altına kimi çəkilib. Hər bürcün boyu 2 metrdən yuxarıdır. Sütunların yuxarısı, tağların qövsünün altı və küncdəki müxənnəs adlanan iç-içə bucaqlar kərpic, saxsı və firuzəyi kaşılarla gözəl həndəsi nəqşlərlə işlənib. Marağanın göy bürcü 2 mərtəbədən ibarətdir. Aşağıda sərdabə, yuxarıda bir otaq var. Bu otağın hündür divarları üzərində günbəz varmış, tökülüb dağılıb. Hal-hazırda burada bəzəklərdən əsər əlamət qalmasa da, vaxtilə bu divarların üzü gəc üzərində qazılmış gözəl nəqşlərlə işlənibmiş. Göy günbəzin tağı altında nəsq xəttində Quranın 67-ci surəsindən ayələr yazılıb. Sərdabənin qərb divarında isə 55-ci surənin 26 və 27-ci ayələri qazılıb, bərcəstə süls xətti ilə. Göründüyü kimi, Əcəmi yaradıcılığının bütövlükdə Azərbaycan və yaxın şərq ölkələri memarlığına böyük təsiri olub. Marağada, İstanbulda və digər şərq şəhərlərində onun türbə kompozisiyalarından istifadə olunub. Əsərlərindəki zəriflik, memarlıq bölgülərinin quruluşu, ornament bəzəklərinin oynaqlığı, orta əsr anlayışı çərçivəsinə sığmayan bədiliklə riyazi təfəkkürün məhsulu idi. Biri o tayda, biri bu tayda abidələr də qardaş olarmış. Azərbaycanın şimalında, Naxçıvanda Möminə xatun türbəsi, cənubunda, Marağada isə Göy məscid abidəsi kimi.
Qonşuluğundakı müdəvvər bürclə, dairəvi günbəzlə söhbətləşən göy günbəzin kimlər gəldi, kimlər getdi bu dünyadan sualına üzərində qanad çalan göyərçinlər deyir ki, rəiyyətdən padşaha hamı quş kimi uçub gedir, tək Allahdan başqa.